Ana və ata ilə travmaların şəfalanması, sevgi və maliyyə reallığınızı dəyişməyin açarıdır. Bugün valideynlərinizlə münaqişənin olmaması o demək deyil ki, onların pulla, qıtlıqla münasibəti və özünə dəyər verməsi sizə təsir etməyib. Çünki uşaqkən sizin sinir sisteminiz onların qorxusunu, bizə çatmayacaq düşüncəsini sağ qalma strategiyası kimi qəbul edib və bugün sizin bank hesabınızda gördüyünüz bir məbləğ bu sizin bacarığınızın göstəricisi deyil. Məhz həmin köhnə kodun nəticəsidir. İnsanların əksəriyyəti bunu bilmir. Çünki onlara heç kəs deməyib ki, pulla münasibət öyrənilən bir davranışdır, xasiyyət deyil. Ananızın pula münasibəti, atanızın özünü nə qədər dəyərli hiss etməsi bugün sizin pul qazanma bacarığınıza və nə qədər istəyə biləcəyinizə təsir göstərən əsas amildir. Çünki siz bu sistemdə böyümüsünüz. Bunun kökünü anladıqda siz sadəcə öz maliyyə vəziyyətinizi düzəltmirsiniz, siz növbəti nəsillərə də fərqli kod göndərmiş olursunuz. Əgər bunu görməsəniz, ömür boyu eyni maliyyə tavanına dəyəcəksiniz, eyni yerdə dayanacaqsınız və bəxtim gətirmir deyə düşüncəsi ilə yaşayacaqsınız. Əgər nəslinizin sizə hansı ssenarini göndərdiyini bilmək istəyirsinizsə, şərhlərdə ssenari sözünü yazın, sizə 3 dəqiqəlik test göndərim.